Salam əziz müəllimlər, xoş gördük hər birinizi. İbtidai sertifikasiyaya hazırlaşan müəllimlərimizə dəstək məqsədi ilə Azərbaycan dilindən növbəti qəbul tipli sınağın izahını təqdim edirəm. Birinci sualımız belədir. Sinif otağı ifadəsindəki birinci sözlə bağlı səhvi müəyyən edin. Deməli, burada birinci sözü soruşduğuna görə birinci söz sinif sözüdür və bizdən səhvi soruşur. Yəni, sinif sözü ilə bağlı səhvi tapmalıyıq. Konkret isimdir. Bəli, biz sinifi görə bilirik, sinifə toxuna bilirik, xəyalımızda canlandıra bilirik, şəklini çəkə bilirsə təbii ki, konkretdir. Birləşmə daxilində mübtəda vəzifəsində də işlənə bilər. Bəli, sinif otağı ismi birləşmə olur və mübtəda vəzifəsində də ola bilər. Yiyəlik haldadır. Otağı sözü mənsubiyyətdir. Mənsubiyyət də özündən əvvəl yiyəlik hallı söz tələb edir. Sinif sözü də nə olur? Qeyri-müəyyən yiyəlik hal olur. Təkdədir. Bəli, əgər siniflər desə cəmdə olardı. Sinif dediyinə görə təkdədir. Hamısı doğrudur. Amma C variantında yazıb ki, sinif sözü xüsusi isimdir. Xüsusi deyil, ümumi isim olacaq. Cavabımız olur C variantı. İkinci suala baxaq. Fərqləndirilmiş sözlərin hansını mətn daxilində qarşılığı ilə əvəz etmək olmaz? Gəlin baxaq. İlk dəfənin yerinə əvvəl sözünü qoyub əvvəl dəfə demək olar? Olmaz. Ona görə də cavab olur A variantı. Su ilə qızdırıcı arasında əlavə metal təbəqə, metal qatı demək olur. Çox gec qaynayırdı, olduqca gec qaynayır demək olur. Çaydanın içərisində, çaydanın içində demək olur. Qızdırıcı cihaz, qızdırıcı alət demək olur. Gördünüzmü? Buradakı qara rəngdə verilmiş sözlərin hər birini qarşılığı ilə əvəz eləyə bildik. Bircə dənə A variantında olan ilk sözünü əvvəl sözü ilə əvəz edə bilmədik. Cavab olur A variantı. Baxaq üçüncü suala. Axşam onlar kənddən qayıdacaqlar cümləsindəki xəbər vəzifəsində işlənən sözün morfoloji təhlil ilə bağlı yanlış fikri göstərin. Burada xəbər vəzifəsində olan söz qayıdacaqlar feilidir. Gəlin baxaq. Qəti gələcək zamandadır. Bəli, üzərində acaq əcək şəkilsi varsa qəti gələcək zamandadır. Doğrudur. Üçüncü şəxsin cəmindədir. Onlar qayıdacaqlar. Doğrudur. Sadə feildir. Bəli, qayıt sözün kökü acaq qrammatik, larlər qrammatik. Bəli, sadədir. Kökü ilə başlanğıc forması eynidir. Kökü qayıt feilidir. Elə başlanğıc forması da qayıt feilidir. İnkardadır. Xeyr, bu fikir yanlışdır. Qayıtmayacaqlar desə inkarda olardı. Qayıdacaqlar təsdiqdədir. Cavab olur C variantı. Sonra, ellərə təsəlli verən bu kəlam Nizaminin kəlamıdır cümləsində hansı cümlə üzvləri söz birləşməsi ilə ifadə olunub? Gəlin baxaq. Nizaminin kəlamıdır. İsmi birləşmədir. Nə oldu? Oldu xəbər. Nə Nizaminin kəlamıdır? Kəlam. Hansı kəlam? Bu kəlam. Hansı kəlam? Ellərə təsəlli verən. Burada görürük ki, xəbərin ifadə vasitəsi ismi birləşmədir. Təyinin ifadə vasitəsi də feili birləşmədir. Deməli, təyin və xəbər söz birləşməsi ilə ifadə olunub. Cavab olur A variantı. Növbəti suala baxaq. İsmayıllıda yaşayanlar qonaqpərvərliyi və mehribanlığı ilə seçilirlər. Bizdən nəyi soruşur? Bu cümlə ilə bağlı səhvi soruşur. İsmayıllıda yerli halda işlənmiş xüsusi isimdir. Doğrudur. Yaşayanlar indiki zaman məzmunlu düzəltmə feili sifətdir. Bəli, yaş sözün kökü, yaşdan yaşa feili, yaşayan an nədir? Qrammatik şəkilçidir. Doğrudur, bu söz düzəltmədir, feili sifətdir və üzərindəki anən şəkilsi feili sifətin şəkilsidir və indiki zaman məzmunlu isimlər yaradır. Doğrudur. Seçilirlər indiki zamanda işlənmiş düzəltmə feildir. Bu da doğrudur. Mehribanlığı, öz mehribanlığı, mənsubiyyə şəkilsiz işlənmiş düzəltmə isimdir. Bu da doğrudur. Amma qonaqpərvərlik mürəkkəb isim deyil. Qonaq sözün kökü, pərvər leksik şəkilçi,
leksik şəkilçi. Bu söz nə sayılacaq? Düzəltmə sayılacaq. Amma burada deyir mürəkkəbdir. Səhvi soruşduğuna görə cavab olur C variantı. Verilən nümunələrin birində zərf işlənməyib. Yenə yada düşər bizim sənəmlər. Yenə nə vaxt, nə zaman? Burada zərf var. Söz açma mənə çox çalışıb az yeməyindən. Çox burada feilin əvvəlində gəlib miqdar zərfidir. Nə kaman götürək, nə tar, nə qaval. Orada nədir? Yer zərfidir. Yalnız indi anladım. İndi nədir? Zaman zərfidir. Amma C variantında deyir ki, el bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Burada zərf yoxdur. Cavab olur C variantı. Əlbəttə, xarı bülbülün vətəni Qarabağdır. Əlbəttə köməkçi nitq hissəsidir. Modal sözlər, nidalar, bağlayıcılar, ədatlar, ara sözlər, xitablar cümlə üzvü olmur. Bircə dənə istisna hallarda qoşmalardır ki, qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilər. Əlbəttə modal söz olduğuna görə cümlə üzvü ola bilmir. Bunu çıxdıq. Qarabağdır, oldu xəbər. Hara Qarabağdır, nə Qarabağdır? Xarı bülbülün vətəni. Nə olacaq? Bu da olacaq mübtəda. Bu cümlə bir mübtədadan, bir xəbərdən ibarətdir. Ona görə ki, xarı bülbül yəlikdir. Yəlin yanında mənsubiyyəti gəlib. Yəliklə mənsubiyyət olur ismi birləşmə. İsmi birləşmədə cümlə üzvü zamanı parçalanmır. Bütövlükdə bir götürülür. Ümumiyyətlə cümlə üzvlərində kimin, nəyin, haranın sualı yoxdur. Belə mübtəda və xəbər. Sonra hansı variantda yalnız sintaktik üsulla əmələ gələn azaltma dərəcəli sifətlər verilib? Sintaktik üsul odur ki, sözlərin köməyi ilə, morfoloji üsul odur ki, şəkilçilərin köməyi ilə. Gəlin baxaq. Bozumtul, göyümtül, göyümsov. Burada şəkilçi var. Bu morfoloji üsuldur. Bu çıxdı. Zilqara sintaktik üsul olsa da çoxaltma dərəcəsidir. Bu da çıxdı. Sarışın azaltma dərəcəsidir, amma morfoloji üsuldur. Bu da çıxdı. Ağımtıl, uzunsov, dəlisov. Bunlar da nədir? Morfoloji üsuldur. Şəkilçi ilə düzəlib. Açıq qırmızı, yaşıl təhər, kəmşirin, kəm, təhər, açıq sözlərinin köməyi ilə sintaktik yolla yaranan azaltma dərəcəli sifətlərdir. Cavab olur A variantı. Baxaq növbəti suala. Tərkibində iki qrammatik şəkilçinin işləndiyi sözlər hansılardır? İki qrammatik şəkilçi dediyinə görə biz nə etməliyik? Diqqətli olmalıyıq. Gəlin baxaq. Bərkidir sözündə, bərk, bərki, bərkit, bərkdir. Burada bir dənə qrammatik var, çıxdı. Eləmi? Yazırdıq sözündə ır-dı-qı. 3 dənə qrammatik var, çıxdıq. Həyətdəkilər sözündə bir dənə qrammatik var, çıxdı. Göndərir sözündə də bir qrammatik var, çıxdı. Bizdən 2 dənə qrammatik soruşur. Düşünmüşük, müş, ük, elələri, lər, i, sarayında, da. Cavab olur C variantı. Baxaq növbəti suala. Hansı cümlədə lıq şəkilsi ilə düzələn söz isim deyil? Evdə tək otura bilmədiyimdən axşamlar bacılığım gilə gedirəm. Burada bacılıq isim yaradıb. Səhvini etiraf etməsi onun böyüklüyü. Böyüklük isimdir. Yaxşılığa yaxşılıq, yamanlığa yaxşılıq, yaxşılıq, yamanlıq isimdir. Xalqımızın nümayiş etdirdiyi birlik isimdir. Amma illik nədir? Sifətdir. Burada sifət yaradıbdır. Cavabımız olur D variantı. Sonra belə sözü hansı cümlədə əvəzlik kimi işlənməmişdir? Biz bilirik ki, belə sözü suala cavab versə əvəzlikdir, suala cavab verməsə ədatdır. Bu işin çarəsi belədir. Necədir? Suala cavab verdi, bu əvəzlikdir. Belə hallarla, necə hallarla? Suala cavab verdi, əvəzlikdir. Belə etsən, necə etsən? Suala cavab verdi, əvəzlikdir. Belə düzün, necə düzün? Burada da suala cavab verdi, əvəzlikdir. Artıq valideynləri belə. Burada beləyə sual vermək olmur. Nə olur? Ədat olur. Cavab olur E variantı. Növbəti suala da baxaq. Sual belədir.
Hansı cümlədə amonim şəkilçi vasitəsilə düzələn isim və sifət işlənmişdir? Cavabımız olur C variantı. Natiq Həsənli, buradakı li nə yaradıb? İsim yaradıb. Tərbiyəli, ağıllı. Buradakı li nə yaradıb? Sifət yaradıb. L üstü 4 bir dəfə isim yaratdı, bir dəfə isə sifət yaratdı. Deməli, amonim şəkilçi vasitəsi isim və sifət düzəlibdir. C variantında. Həsənli isim yaratdı, tərbiyəli və ağıllı da sifət yaratdı. Eyni şəkilçi bir dəfə isim, bir dəfə də sifət yaratdığına görə cavab olur C variantı. Hansı sözün leksik mənası səhv göstərilibdir? Digərlərini oxumayacağam, çünki bunlar məntiqə dayanan əzbərçi suallardır. Cavab olur D variantı. Astroloq göy cisimlərini öyrənən elm deyil. Astroloq nədir? Bu işlə məşğul olan insandır. Göy cisimlərini öyrənən elm astroloq adlanmır. Bu elmlə məşğul olan insan astroloqdur. Elm isə astrologiyadır. Astroloqla astrologiya başqa-başqadır. Biri elmdir, biri də nədir? İnsandır. Yəni bu insan olmalıdır. Elm deyil, elm astrologiyadır. Cavab olur D variantı. Baxaq növbəti suala. Hansı cərgədəki isimlərin hamısına saitlə başlayan hal və mənsubiyyət şəkilsini artırdıqda ikinci sait düşür? Bir var milli isimlər, bir də var alınma isimlər. Millilərə yalnız mənsubiyyət artıranda düşür. Alınmalara saitlə başlanan həm hal, həm mənsubiyyət artıranda düşmə olacaq. Oğul, ağıl, çiyin. Bunlar bədən üzvləri və qohumluq anlayışı bildirir, millidir. Bunları çıxırıq. Ağız millidir, bədən üzvü olduğuna görə çıxır. Boyun millidir, bədən üzvüdür. Burun, alın millidir, bədən üzvüdür. Bədən üzvlərini çıxdıq. Bədən üzvləri millidir. Millilərin üzərinə mənsubiyyət gələndə düşmə olur. İzin, zehin, ətir. Bunlar nədir? Alınmadır. Alınmaların üzərinə saitlə başlanan hal da gələndə, mənsubiyyət də gələndə düşmə olur. Cavab olur C variantı. Belə, tərkibində kök, 2 leksik və 1 qrammatik şəkilçidən ibarət olan mücərrəd mənalı ismi göstərin. Həyətimizdəkilər bu sifətdir. Bizdən ismi soruşur. Qoruqçu insandır. Biz onu görə bilirik. Konkretdir. Bizdən isə mücərrədi soruşur. Bu da gedəcək. Gəmircilər sözündə bir dənə leksik, bir dənə qrammatik var. Bizdən 2 leksik soruşur. Qonşuluq sözündə bir dənə leksik var. Gedəcək. Yerdə qalır çarəsizlik. Çarə sözün kökü, siz leksik, lik leksik, dən də qrammatik. Nə oldu? 2 leksik, 1 qrammatik. Cavabımız olur C variantı. Əziz müəllimlər, izahımız bu qədər. Ümidvaram ki, izahımız faydalı oldu. Əgər faydalıdırsa bəyənməyi, rəy yazmağı və kanalımıza abunə olmağı unutmayın. Sağ olun.